Salam sabahınız xeyir. Bu günləri 22'si iyuldur. Bax, dünənlər pensiya köçüb. Bu da Ceyranboy rayonunun Qızılacılı qəsəbəsində bankomatdır. Bax, fikir verirsiniz. İşləmir. Bax, hamıya da pul lazımdır. Hamının bu dəqiqə vəziyyəti pisdir. Mağazinlərdən nisiyə alıb, yeyiblər, indi bax, pulunu vermək lazımdır. Bu da işləmir. Bax, bu nətəri olan şeydir. Xahiş edirəm, aidiyyəti orqanlar bunun haqqında ölçü götürsünlər. Bax, 30-40 nəfər burada zahmat yığışıb, pul almaq istəyir, pul yoxdur. Mən Inform Xəbər TV kanalının xüsusi müxbiri Məqsəd Abdüləzimov. Xahiş edirəm, bunun haqqında qanuni ölçü götürərlər.